Artıq Bakı karta ehtiyac yoxdur. Telefonun cibindədirsə işin həll olacaq. Bəli dostlar, ilkin olaraq siz telefonunuzun NFC-ni dəstəkləyib dəstəkləmədiyini öyrənməlisiniz. Mənim də əlimdə Honor X9A telefonu var. Gəlin biz bunu Gemini-dan soruşaq. Görək bizim telefonumuz NFC-ni dəstəkləyir yoxsa yox. İstəsəz ChatGPT-dən də soruşa bilərsiniz. Baxın yazdım ki, Honor X9A telefonu NFC-yi dəstəkləyirmi? Belə yazdım, göndərirəm. O saat bizə cavab verəcək. Bu istədiyiniz süni intellektdən bunu soruşa bilərsiniz. Bəli, gördüyünüz kimi Gemini burada sualıma cavab verdi və əlimdəki bu Honor X9A telefonunun NFC-ni dəstəklədiyini qeyd etdi və gəlin indi sizə NFC-nin ayarlarını göstərək və onu necə aktiv etmək olar, onu sizə öyrədim. Bəli dostlar, gördüyünüz kimi Honor X9A telefonunun ekranına keçid etdim. Siz ilkin olaraq burada yuxarı tərəfi baxın, yəni idarə etmə mərkəzini aşağı tərəfə endirəcəksiniz. Buradan belə ətraflı baxın, NFC funksiyasını görəcəksiniz. Əgər görməsəz, baxın üstdə bir qələm işarəsi kimi bir şey var, kiçik. Buna klik edin. Burada olan funksiyaların içində bir yerdə olacaq. Bura dəqiq baxın, görəcəksiniz. Yoxdursa, deməli ümumiyyətlə NFC-ni dəstəkləmir. Ona görə yəni Gemini göstərdim. Əgər burada qələm işarəsinə klik etdikdən sonra burada görünürsə, bunu bu formada seçib üst tərəfə ata bilərsiniz. Baxın bu qaydada seçib onların yanına atmaq olur. Sonra bitdi düyməsinə klik edirsiniz və gəlir buraya. Gördüyünüz kimi məndə də var və aktivdir bu dəqiqə. Bunu heç çətin yolla göstərməyəcəm, sadə yolla göstərəcəm. Üstündən sıxın saxlayın. Gördüyünüz kimi NFC ayarlarımız gəldi burada. Baxın istəsəz açıb buradan bağlaya da bilərsiniz. Və burada gördüyünüz kimi varsayılan uygulama SIM kartlar və Google Pay deyə bir şey yazılıb. Mən burada əgər sizdə burada SIM kartlar seçilidirsə, siz Google Pay olaraq seçin. Daha sonra geri çıxın. Ayarlar məndə kimi olacaq. Ayarımız elə bundan ibarətdir. Gəlin indi keçək Google Play Store-a. Sizə əsas ayarı göstərim. Burada Google Play Store-a girdikdən sonra axtarış bölümünə Google Wallet deyə yazın və axtarış verin. Bəli, gördüyünüz kimi Google Pay yazdım. İstəsəz Pay də yaza bilərsiniz. Yəni Google Wallet deyə bir proqram var. Bunu telefonunuzun yaddaşına yükləyin və gördüyünüz kimi mən də bu dəqiqə yüklədim. Bunu yüklədikdən sonra bunun içinə bir kart əlavə etmək lazımdır. Fərq eləmir bu hansı bankın kartı olursa olsun. İstəsəz bu Emon hesabı da ola bilər, fərq etmir bu. Əsas odur ki, NFC-ni dəstəkləyin kartınız olsun onun içində. Gördüyünüz kimi telefon ekranına bir Google Pay və cüzdan deyə proqramlar düşdü. Buradan Google Pay bölümünə girirsiniz. Onsuz eyni proqramlardır burada. Bizi atır burada Google Wallet proqramına. Belə bir açılım ekranı gəlir. Cüzdan göstər deyirsiniz. Daha sonra gəlib buradan plus bölümünə icazəni falan verdikdən sonra plus bölümündən kart ayarla bölümünə keçib siz buradan hansı bank olursa olsun fərq etmir, kartınıza əlavə edirsiniz. Baxın, mənim də burada kartlarım var. Visa və IM kart deyə bir kart var burada. Yəni bu kartları mən bura əlavə etmirəm videoda, çünki kartların məlumatları görünəcək. Siz buradan kart əlavə et bölümündən kartın 16 rəqəmini, CVV-sini və istifadə müddətini qeyd edirsiniz. Yəni bunu dəqiq qeyd etdikdən sonra üstünə klik edəcəksiniz, avtomatik olaraq o kartlar ora düşəcək. Daha sonra buradan çıxacaqsınız. Yəni kart orada tam şəkildə göründü, sizin adınız, soyadınız orada çıxdısa, yenə yuxarıdan aşağı endirin. Gəlin buradan NFC bölümünün üstünə sıxın saxlayın. Yenə görün burada Google Pay seçilidirsə hazırdır. Yəni NFC bu dəqiqə işlək vəziyyətdə olacaq. Yoxlamaq istəyirsinizsə də bir dükandan və yaxud da hər hansı bir yerdən alış-veriş edərək bunu yoxlaya bilərsiniz. Yəni ödənişi telefonunuzla edin. Bu da hər kartınızı yoxlamayın. Görəcəksiniz ki, telefonla ödəniş edə biləcəksiniz. Və yaxud da az öncə göstərdiyim kimi Bakı kart olmadan keçid edə bilərsiniz. Görəcəksiniz ki, metroya rahat bir şəkildə Bakı kart olmadan giriş edə bilərsiniz. Və bunu nəzərinizdə saxlayın. Bu sistem yalnız Bakı kart metrolarda yox, Bakı avtobuslarının hamısında işləyir. Yalnız Bakıda deyil, bu bəzi rayonlarda da işləyəcək. Bunu da nəzərinizdə saxlayın. Yəni müasir avtobuslarda, metrolarda hamısında bunu istifadə edə bilərsiniz. Və dostlar, bundan əlavə olaraq bir nüans da var, buna da diqqət etməlisiniz. Dostlar, deməli mən burada sizə Google Pay vasitəsilə göstərdim. Yəni sistem Google Pay-dən gedir söhbət. Bu da Android-in sistemidir. Yəni Honor'dur, Samsung'dur, Xiaomi'dir. Belə telefonlar hamısı Google Pay istifadə edir. Amma yox, iOS telefonunuz, yəni iPhone telefonunuz varsa, burada da Apple Pay işə girir. Yəni Apple Pay vasitəsilə eynən bu etdiyim ayarları iPhone-da edə bilərsiniz. Apple Pay-ə daxil olacaqsınız. Kart məlumatlarınızı qeyd edəcəksiniz. Əgər telefon NFC-ni dəstəkləyirsə, rahat bir şəkildə eynən bu Android telefonda etdiyiniz funksiyaları iPhone telefonda da rahat bir şəkildə edə bilərsiniz və nəzərinizdə saxlayın ki, bu funksiya yalnız telefonlarla yox, ağıllı saatlarla da istifadə oluna bilər. Daha sonra içində NFC dəstəklənən hansı marka telefon varsa onu da edə bilərsiniz və yerli bank kartları ilə də bunu edə bilərsiniz. Nəzərinizdə saxlayın ki, artıq metroya yalnız Bakı kartla giriş etmək mümkün deyil. Artıq bank kartınız əlinizdədirsə, onunla belə giriş edə bilərsiniz. Hətta belə mümkünsə maaş kartınız varsa, onu belə yoxlayın, o belə işləyəcək. Yəni bu da bir yenilikdir.
Bundan da istifadə etmənizi tövsiyə edirəm. Əgər metroya keçərkən yoxlayın. Əgər maaş kartınız işləsə, elə onu da işlədə bilərsiniz. Onsuz hər kəsin maaş kartı cibində olur. Və dostlar, sizcə Bakı kart daha yaxşı idi, yoxsa belə NFC sistem? Bunu da aşağıda kommentlərdə mənimlə bölüşün. Görək ən çox hansı istifadə olunur və sizcə hansı yaxşıdır? Bunu kommentlərdə mənimlə bölüşün. Və dostlar, bunun müəyyən üstünlükləri də var. Yəni üstünlük deyərkən müəyyən hiylələri də var. Gəlin onları da mən sizə göstərim. Deməli, bildiyiniz kimi biz ƏDV-ləri falan yığırıq telefonumuza. Yəni QR kodları oxuduruq telefonumuzda. Daha sonra qarşılığında da 50 qəpik, 5 qəpik bu aralıqlarda ƏDV-lər bizim telefonumuza yüklənir və bundan əlavə olaraq bəzi kartlarda, bəzi banklarda cashback deyə bir şey var. Yəni bir alış-veriş edirsiniz və yaxud da harasa ödəniş edirsiniz, avtomatik olaraq həmin karta yenə 5 qəpik, 50 qəpik kimi cashbacklər yığılır. Siz bu cashbackləri də avtobus pulu kimi və yaxud da metroya ödəniləcək pul kimi, ümumiyyətlə hər hansı bir şeyə ödəniş haqqı kimi istifadə edə bilərsiniz. Mən şəxsən belə edirəm. ƏDV-ləri üst-üstə yığıram. 10 manat, 20 manat olduqdan sonra onu kartıma çəkirəm. Karta çəkdikdən də sonra həmin pulu ödəniş üçün istifadə edirəm. Yəni bu metro olsun, avtobus olsun və yaxud da digər hara olursa olsun ödəniş üçün istifadə edə bilərsiniz və bunu siz Google Pay-yə də ötürə bilərsiniz. Nəzərinizdə saxlayın ki, eyni qaydada Google Pay-də istifadə etdiyiniz kartda da ötürüb, oradakı kartda da istifadə edə bilərsiniz. Yəni nəzərinizdə saxlayın, bu da yaxşı bir funksiyadır və nəzərinizdə saxlayın ki, bu formada cashbackləri və yaxud da ƏDV-ləri istifadə edərək ödəniş etsəniz, heç sizin gözünüzə görünməyəcək artıq o ödədiyiniz pullar. Çünki əvvəl belə bir sistem yox idi. Yalnız Bakı karta möhtac idik və ƏDV-ləri və yaxud da cashbackləri o karta yönləndirə bilmirdik deyə bu bizim üçün problem idi. İndi belə bir sistem çıxdı. Bu da sistemin açığıdır. Bunu da istifadə etməyinizi tövsiyə edirəm. Şəxsən yol pulu gözünüzə görünməyəcək əgər belə sistemdən istifadə etsəniz. Və dostlar, qısaca bunun mənfi xüsusiyyətləri haqqında danışım ki, deməli bəziləri yalnız özü avtobusla getmir, övladları və yaxud da az yaşlı uşaqlar falan avtobusla gedir. Az yaşlı uşaqlar da avtobusla getdiyi zaman onun əlinə telefon verməkdənsə Bakı kartı vermək daha məntiqli idi. Yəni o sistemi istifadə edə bilirsə, marşrutdan və yaxud da avtobusdan, metrolardan rahatca istifadə edə biləcək yaşdadırsa, telefondansa kart daha etibarlıdır. Yəni kartı öyrədəcəksiniz bir dəfə ona, o həll olacaq, amma NFC uşağa görə biraz daha çətin olacaq. Yəni mənfi xüsusiyyəti bir dənə budur. Yəni orada da siz Bakı kart sistemindən istifadə edərsinizsə, yəni bəziləri başa düşə bilər ki, NFC-yə keçdikdən sonra Bakı kartlar yığışdırıla bilər. Xeyr, nəzərinizdə saxlayın ki, Bakı kartlar hələ yığışdırılmayıb, nə də ki yığışdırılacağı haqqında heç bir məlumat da yoxdur. Yəni buna görə də ürəyiniz rahat olsun. Bir də mənfi xüsusiyyət də odur ki, az öncə qeyd etdim ki, adi plastik kartla, yəni öz ölkəmizdə işləyən plastik kartlarla da ödəniş edə bilirsiniz. Bunun mənfi xüsusiyyəti odur ki, məsəl üçün maaş kartınızı cibinizdə daşıyırsınız və hər dəfəsində maaş kartınızı özünüzlə metroya və yaxud da avtobusa aparırsınız. Biri var Bakı kartınız düşsün itsin, biri də var maaş kartınız düşsün itsin. Yəni bunu demək istəyirəm ki, metroda və yaxud da avtobusda falan kartların itmə hadisələri tez-tez olur. Yəni diqqətli olun bunda da. Əgər maaş kartı ilə və yaxud da digər bank kartlarından istifadə edirsə, ehtiyatlı olun, biraz məsuliyyətli hərəkət edin ki, kartlarınızı da itirməyin. Yəni dostlar, belə sizə verəcəyim məlumatlar bunlar idi. Kanalımızda bunun kimi faydalı, maraqlı, sizin işinizə yarayacaq videolarımız var. Aşağıdan keçid edərək kanalımıza abunə olub, videoya like atıb, bir də bildiriş zəngini aktiv edərək bizlərə dəstək ola bilərsiniz. Kanalımızda yalnız belə videolar paylaşırıq. Keçib baxaraq faydalana bilərsiniz. Sağda solda da izləyə biləcəyiniz maraqlı, faydalı videolar çıxdı. Bunlara da baxıb bizə dəstək ola bilərsiniz. Dostlar, özünüzdən müğayət olun, salamat qalın.